Yeni dəyişikliklərə əsasən bəzi şəxslər pensiyaya əvvəlkindən daha tez çıxa biləcəklər. Əmək pensiyaları haqqında qanuna edilən dəyişiklik nəticəsində əvvəllər yalnız qadınlara aid olan bir güzəşt artıq müəyyən hallarda kişilərə də şamil olunur. Milli Məclisin Sosial Qanunvericilik Şöbəsinin müdiri Adil Vəliyevin açıqlamasına görə qanunun 8.1 maddəsinə edilən dəyişiklik bu məsələni əhatə edir. Bu maddəyə əsasən valideyn himayəsindən məhrum olmuş uşaqlar da daxil olmaqla 8 yaşına övladlığa və ya qəyyumluğa götürülmüş uşaqları olan şəxslər üçün xüsusi qayda tətbiq olunur. Əgər bir ailədə 5 və daha çox uşaq varsa və ya ailədə əlilliyi olan uşaq böyüdülürsə, müəyyən şərtlər daxilində həmin valideynlər pensiyaya daha tez çıxa bilirlər. Bu halda yaş həddi 5 il azaldılır. Bu güzəşt əvvəllər əsasən qadınlara şamil edilirdi. Lakin yeni dəyişikliklərə əsasən müəyyən hallarda kişilər də bu hüquqdan yararlana bilirlər. Amma bunun üçün bəzi xüsusi şərtlər mövcuddur. Məsələn, əgər ana vəfat edibsə, yaxud məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə ana valideynlik hüququndan məhrum edilibsə və ya nikaha xitam verilibsə və uşaqların himayəsi ataya verilibsə, bu halda həmin kişi bu güzəştdən istifadə edə bilər. Yəni, ata uşaqları tək başına böyüdüyü halda bu hüquq qüvvəyə minir. Belə olan halda 5 və daha çox uşağı olan və ya əlilliyi olan uşağı böyüdən kişi pensiyaya daha tez çıxa bilər. Bu güzəştə əsasən pensiya yaşı 5 il azaldılır və həmin şəxs 60 yaşında pensiyaya çıxa bilir. Bu dəyişiklik sosial ədalətin təmin olunması və uşaqları tək böyüdən valideynlərin dəstəklənməsi məqsədi daşıyır. Əgər siz də bu mövzu haqqında daha çox məlumat almaq istəyirsinizsə, videonu bəyənməyi və kanala abunə olmağı unutmayın.